Kamera ayrılırıq, bizə kameradan sonra söhbətimizi davam etdirelim. Hayır, keyf deyil bunlar. Yeni yazıblar ki, kiməsə cin girib. Bir şey var, uşaqlıqdan bəri fikirləşirəm, amma cavab tapa bilmirəm. Nəyi? Bax, bu nəyə görə cin ancaq kasıblara girir? Tabii, niyə indiyəsən heç vaxt oxumamışıq ki, filan kəs milyonçu idi və ona cin müsallat olub. Bəlkə cinlər də ağıllıdır. Necə yəni? Bax da, varlığın evi təhlükəsizlik kamerası, şifrələr, smart qapı falan. Cin də fikirləşir ki, mən bir gün bura girsəm, sabah TikTokda məni paylaşacaqlar. Hə, cin də riskə girmir də. Amma zarafatı bir qırağa qoysaq, heç fikirləşmirsən, cin girən adamlar həmişə tək olur. Necə yəni? Yəni, evdə təkdilər, dərdində təkdilər, adam sıxılıb öz üçün, heç kimlə danışa bilmir. Bəs varlılar? Onların gedəcək yerləri var. Bir qorxusu problem olanda gedirlər psixoloq yanına, bir seans dərdini danışır, rahatlayır, çıxır, gəlir. Bəs kasıb? Kasıbın elə gedəcək yeri yoxdur axı. Yetimin dərdi olanda bir seans aylıq gəlirindən çox olan psixoloqun yanına necə getsin? Dərdi də qalır içində. Qıraqdan da baxan demir, dərdin içində boğulur. Deyir, içindən cin girir. Belə çıxır ki, cin yoxdur da, hə? Var. Sadəcə bəzilərinin cininə ad tapılır. Misal üçün, əsəb, stres, depressiya. Bəzilərində pulu çatmır, elə adı qalır cin. Yəni